ötdü ayrılmağımızdan bu gecə 7 gecə. Bir biləydin ki, mənə keçdi necə 7 gecə. İmam Hüseynə deyir. Sənsiz hər bir gecə misli şəb yeldadı mənə, hər tərəf kərb-u bəla, hər gün aşuradı mənə. Necə aşuranı mən yad eləyib ağlamayım, dağ çəkim qəlbimi mən nətəhər dağlamayım. Necə mən ağlamayım, əsğərivi oxladılar, Əkbərin nəşini sətpara o gün doğradılar. Ucaboy qaməti səqqan necə doğrandı o gün, Xanım Ümmül Bəninin qəlbi elə yandı o gün. Qarət etməkliyə əxyamı çox tələsdi bunlar, bir üzükdən ötürüb barmağımı kəsdi bunlar. Bunlar rəzil idilər. Sonda peykərlərin üstündə düşmən at çapdı, Südəmər Əsqərivin nəşini axır tapdı. Da orada nələr baş verdi, nə hadisələr oldu. Göy və yer əhli sənin halına əşkin çilədi, bacın ölsün, görəsən nəşivi kim dəfn elədi. Səndən ayrıldığım andan, vay aman, sındı belim, bu nə dünyadır Hüseyn, qəbrivə heç çatmır əlim. Necə əl çatmaz olub kərb-u bəla Zeynəbivə, gör bu ümmət nələri gördü rəva Zeynəbivə. Kufənin yolları çox qəlbimə dağ çəkdi Hüseyn, yalın ayağıma tikanlar gül əkdi Hüseyn. Mənə məzur gör Hüseynim Şamın xəcalətini. Xanım bilir ki, bu Şamda xanım Rüqəyyanın əhvalatı düşüb yadına, bilir nə olacaq orada. Deyir, mənə məzur gör Hüseynim Şamın xəcalətini, apara bilməsən Mədiniyə əmanəti. Hələ Şamın yolunda da görür ki, Rüqəyya dözə bilməyəcək. Belə hiss eləyirəm, Şamə o güzlə çatacaq, Səma-i Şamidə nakam istavra tək batacaq. Batsa da nuru onun parlayacaq ta əbədi, çünki amil onu Allah özü nurla bələdi. Çünki amil onu Allah özü nurla bələdi.